Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azala məxsus təyyarədən sağ çıxan bələdçi Aydan Rəhimlinin müraciəti yayılıb. Bu barədə Yeni Klinkanın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımında bunları deyib. Əziz dostlar, bələdçi Aydan xanımın bir xahişini çatdırım. Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm. Yaralarım isə göründüyündən daha dərindir. Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı. Aktau yaxınlığında qəzaya düşən Azərbaycan hava yollarına məxsus təyyarənin kapitanı Aleksandr Kalyanınovun anası oğlunun ölümü barədə Azərtaca danışıb. Bildirib ki, Aleksandr məzuniyyətdən qayıtdıqdan sonra cəmi bir həftə idi ki, işə başlamışdı. Bir gün öncə mənə yazdı və dedi ki, onu reysə təyin ediblər. Həmişə olduğu kimi WhatsApp vasitəsilə uçuş və qayıdış vaxtını bildirirdi. O, reyslərə təyin olunanda və ya qaydanda həmişə mənə məlumat verirdi. Narahat olma deyirdi. Pilotun anası oğlunun çox gərgin iş qrafikində çalışdığını və bu yaxınlarda ilk məzuniyyətini keçirdiyini vurğulayıb. O, cəmi bir il idi ki, işləyirdi və bu onun ilk məzuniyyəti idi. Mənə zəng edib dedi ki, məzuniyyəti Avropada keçirmək istəyir. Fransanı seçmişdi. Dedim ki, əlbəttə Saşa, sən bunu qazanmısan. Onun iş qrafiki çox sıx idi, amma işini sevirdi. Məzuniyyətdən qayıdandan cəmi bir həftə sonra bu faciə baş verdi. Aleksandr Kalyanınov 2013-cü ildə pilot peşəsi üzrə təhsil alıb və bir il əvvəl uçuşlara başlayıb. Hər uçuşda fərqli kapitanlarla işləyirdi. Anası bildirib ki, Aleksandr işinə böyük sevgi ilə yanaşırdı, lakin onun haqqında danışmağı xoşlamırdı. Bu qədər gənc yaşda belə böyük bir həvəslə işini yerinə yetirən oğlumdan ayrılmaq çox ağırdı deyə pilotun anası sözlərinə əlavə edib.